Azərbaycan futbolunda çoxlu istedadlı oyuncular var. Sadəcə olaraq onları üzə çıxarmaq üçün yeni müasir sistem lazımdır. Bu sözləri Turan Tovuzun baş məşqçisi Qurban Berdiyev müsahibəsində deyib. Onun sözlərinə görə Azərbaycanda işlədiyi müddətdə bir çox liqalarda oyunlara gedir, baxır və görür ki, doğrudan da bu ölkədə istedadlı futbolçular var. Berdiyevin özü legionerlər limitinin əleyhinədir. Onun sözlərinə görə limit ləğv olunandan sonra Azərbaycanlı futbolçular əllərindən gələni edirlər ki, əsas heyətə düşsünlər və daha çox çalışırlar. Bir şey də qeyd edim ki, millinin, gənclərin və 20 yaşların son heyətlərinə baxanda Turan Tovuzdan 3 futbolçunun çağrıldığını görürük. Ayxan Hüseynov, Rəhim Sadıxov və Ayxan Abbaszadə. Əlbəttə çox istəyərdik ki, Tovuz kimi futbol diyarından daha çox futbolçu çağrılsın millilərə. Onu da əlavə edək ki, bu yaxınlarda UEFA-nın nümayəndəliyi Tovuz stadionuna baxış keçirtdi və bəzi problemləri qeyd etdi ki, bu problemləri həll eləyin. Onda necə deyərlər, Turan Tovuz Konfrans Liqasının oyunlarını öz meydanında keçirə bilər. Biz də çox istəyərdik ki, Turan Tovuz uzun illərdən sonra Avropa kuboklarında ilk oyununu öz meydanında keçirtsin. Əlbəttə ki, azarkeşlər də komandaya dəstək olsunlar.